Savaş Bakanına siz buyurun, cevap verin, siz dediniz, Bəli. biz də savaş başlatdıq. Bu deməkdir ki, bu dövlət deyil, eşkıya təşkilatıdır. Bu da eşkıya təşkilatının başçısıdır. Biri gəlir, deyir, filan yerə hücum eləmək lazımdır, eləyirlər. Nə bunun parlamenti var, nə dövlət qurumları çalışır. Bir ölkəyə müharibə eləyəndə təbii ki, ölkənin parlamenti yığışır, parlament qərar verir, sonra savaş başlayır. Hətta bir ölkə başqa bir ölkəyə müharibə eləyəndə uluslararası yasalara görə Birləşmiş Millətlər Təşkilatına müraciət olur. Bir eşkıya təşkilatından biz bugün danışa bilərik ki, bu eşkıya təşkilatının da başkanı Donald Trump'dır. Trump'ın da hansısa açıqlamasına ciddiyyət alıb və onun üzərindən nəyisə şərh eləmək doğru olmadığını hər kəsinlə bölüşmək istəyirəm. Nə danışsaq yalan çıxacaq, doğru olmayacaq. Çünki doğru olmayan üzərində doğru fikir yürütməyin özü başdan başa bir yalan deməkdir. Biz də yalanların içərisində ərimək istəmirik. Biz necə qurtuluş əldə edə bilərik, necə başarılı ola bilərik, daha çox çalışarıq ki, onu müzakirə edək. Biz bugün bir Azərbaycan olaraq, Türk dünyasının bir parçası olaraq elə bir mövqe sərgiləməliyik ki, belə bir situasiyadan, dünyanın kəlləməyəllaq getdiyi bir dönəmdə, uluslararası yasaların işləmədiyi bir dönəmdə, dünya düzəninin pozulduğu bir dönəmdə, Birləşmiş Millətlər Təşkilatı adında ən ali uluslararası təşkilatın heç bir kuralı işləmədiyi bir dönəmdə öz taleyimizlə baş-başa qalmışıq deməkdir. Biz də öz taleyimizlə baş-başa qaldığımız bu dönəmdə elə etməliyik ki, dövlətimizi və millətimizi qoruya bilək.